Salam, bugünkü mövzumuz frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələr nədir? Frazeoloji birləşmələr, yəni frazemlər, tərkibcə dəyişməz məcazi mənalı sözlərə frazeoloji birləşmələr deyilir. Yəni, bir leksik mənanı bildirir və tərkibcə dəyişmir, eyni zamanda məcazi mənalı. Məsələn, ağzına su alıb oturmaq. Yəni, susmaq. Bir sözlə ifadə olunur, susmaq. Deməli, dediyimiz kimi, frazeoloji birləşmələr bir leksik mənanı bildirir. Yəni, burada ağzına su alıb oturmaq nə deməkdir? Bir sözlə ifadə olunur, susmaq. Məcazi mənalıdır. Yəni, həqiqi mənada heç kim ağzına su alıb oturmur. İkinci, yəni susma mənasında. İkinci, tərkibcə dəyişmir. Yəni, suyun yerinə başqa bir söz, kola, fanta və s. deyə bilmərik. Yəni, tərkibcə dəyişmir. Və əsas aslı tərəf anlayışı yoxdur. Digər birləşmələrdə, məsələn, ismi birləşmələrdə əsas aslı tərəf anlayışı var, amma burada əsas və aslı tərəf anlayışı yoxdur. Və söz, yəni bir söz o bir sözə tabeçilik yoxdur. Bir söz ifadə olunur, susmaq. Necə ki, susmağa baxanda biz burada başqa bir söz görmürük, bir söz. Bu da eyni zamanda bir sözdür. Necə ki, susmaq bir leksik mənası var, bu sözün də bir leksik mənası var. Buna deyilir frazeoloji birləşmə. Yaxşı, frazeoloji birləşmələr dedik qaydaya ki, tərkibcə dəyişməz məcazi mənalı. Yəni, ilkin həqiqi mənasından uzaqlaşmış, məcazi məna və tərkibcə dəyişməz. Ona görə də burada diqqətli olmaq lazımdır ki, hər bir məcazi mənalı sözü biz frazem hesab edə bilmərik. Məsələn, dağlar gülür. İlkin baxışda bu da məcazi mənalıdır. Bu da məcazi mənalı. Nəyə görə bu frazem hesab olunur, bu hesab olunmur? Dedik axı, frazeoloji birləşmələr dildə hazır şəkildə olur və sabit söz birləşməsidir. Biz buradakı suyun yerinə başqa bir şey qoya bilmirik. Çünki bu hazır şəkildədir. Suyun yerinə başqa bir şey qoya bilmirik. Amma dağların yerinə, məsələn, təbiət gülür, meşələr gülür və s. qoya bilir. Demək, birinci şərtimizi dərk elədik ki, artıq bu sabit söz birləşməsidir, tərkibcə dəyişməzdir. Amma formaca dəyişə bilər. Formaca dəyişmək nədir? Məsələn, bu ən çox burada hansı şəkilsin rol olacaqdır? Şəkilsin qrammatik şəkilsədir. Bax, ağzına su alıb oturanda. Artıq qrammatik şəkil, feil bağlamanın şəkilsini artırdıq. Oldu nə? Qrammatik şəkilsi artırdı və sözün forması dəyişdi. Yəni, tərkib dəyişmədi. Yenə ağızda su yerində qaldı, ancaq forma dəyişdi. Buna görə də deyirik ki, formaca dəyişir, amma tərkibcə dəyişmir. Yenə su olduğu kimi qaldı, suyun yerinə başqa şey qoyma, amma şəkilçini burada nə etdik? Məsələn, burada dəyişdi. Qrammatik şəkilsi, feil bağlamanın şəklini və yaxud da şəkilsini artırdı və yaxud da ki, ağzına su alıb oturdu, ağzına su alıb oturdu, ağzına su alıb oturacaq. Yəni, istənilən halda qrammatik şəkilsi ilə formanı dəyişə bilirik, amma yenə tərkib dəyişmir. Olduğu kimi qalır. Frazeoloji birləşmələrdə homonimli, sinonimli və antonimli anlayışı var. Homonimlik, yaxşı. Frazeoloji birləşmələrdə homonimli, sinonimli və antonimlik nədir? Məsələn, biz deyirik ki, can vermək. Bir yağış yağdı deyirik, təbiətə can verir, torpağa can verdi, yəni təzədən canlandı. Bir də var ki, məsələn, xəstə ölüm halında can verirdi. Yəni
son nəfəsində idi, can verirdi. Bu homonimlik. Və sinonimlik nədir? Məsələn, deyirik ki, çox danışan adam haqqında nə deyir? Deyir, qəfəsə qoymamaq. Yaxşı, bunun sinonimi nədir? Dil otu yemək. Demək, sinonimlikdə də, həmən qaydada dil qəfəsə qoymayan çox danışmaq və eyni zamanda onun sinonimi dil otu yemək. Və bir də antonimlik. Antonimlikdə bildiyi kimi bir-birinin əksi olan mənalar ifadə edir. Məsələn, ağzına su alıb oturmaq, və bunun qarşılığı antonimi nə olacaq? Ağzına su alıb oturmaq, yəni sakit qalmaq, susmaq mənasında. Bunun da antonimi dil otu yemək. Bir qaydaya diqqətli olmaq lazımdır ki, frazeoloji birləşmələrin homonimi, sinonimi və antonimi də frazeoloji birləşmə olmalıdır. Yəni, məcazi mənalı olmalıdır. Artıq orada həqiqi mənada ola bilməz. Məsələn, buna bax, bir dənə. Tutaq ki, bir söz yazaq. Hirsi başına vurdu. Hirsi başına vurdu nə deməkdir? Yəni, başına vurmaq nə deməkdir? Əsəbləşmək. Əsəbləşmək onu ifadə edir. Ancaq onun hirsi başına vurmağın, hissələnməyin sinonimi o deyil, əsəbləşmək deyil. Onun sinonimi cin altına minmək. Yəni, hirsi başına vurdu sözü, bu sözün biz sinonimini axtarırıqsa, bu nə deməkdir? Əsəbləşmək. Yəni, onun da sinonimi cin altına minmək. Əsəbləşmək niyə olmur yaxşı? Ona görə olmuş ki, əsəbləşmək həqiqi mənadadır. Axı biz dedik, həm homonim, həm sinonimi, həm antonimi frazelərin hər ikisi məcazi mənada olmalı. Biri həqiqi mənada, biri məcazi mənada ola bilməz. Məsələn, əldən düşdü. Tutaq ki, biri yaşdaşıb əldən düşdü, bir də var qələm əldən düşdü. Qələm əldən düşməyi artıq həqiqi mənadadır. Ona görə də biz onu frazem hesab eləmirik. Yəni, daha doğrusu qrammatikada hesab olunmur. Biz deyəndə yaxşı, növbəti. Bir də çox qarışdırılan, testlərdə çox soruşulan suallardan biri nə ilə bağlıdır? Ol, et, bil. Bu sözlər həm mürəkkəb feillər yaradır, tərkibsə, həm də ki, mürəkkəb feillərin tərkibi olur, məsələn. Həm də ki, bu sözlər frazem yarada bilir. Diqqətli olmaq lazımdır ki, sözün ilkin mənasından uzaqlaşması lazım. Əgər biz deyirik ki, can üstə olmaq artıq ilkin mənadan uzaqlaşır. Deməli, bu nədir? Frazem. Frazeoloji birləşmə. Amma, məsələn, tutaq ki, adam olmaq nədir? Mürəkkəb feil. Etmək. Məsələn, ağzına yiyəli etmək. Bir də var, kömək etmək. Ağzına yiyəli etmək gördük ki, bu ilkin mənadan uzaqlaşır, məcazi mənadadır. Bu artıq olur nə? Frazeoloji birləşmə. Amma kömək etmək həqiqi ilkin mənasını qoruyub saxlayıbdır. Bu da olur mürəkkəb feil. Bilmək. Məsələn, dilini bilmək, məcazi mənadadır. Bir də, məsələn, yaza bilmək. Bu, frazeoloji birləşmədir. Bu, mürəkkəb feil. Bunlar mürəkkəb feil. Yaxşı, bunların necə ayıraq? İlk qaydası və ən asan qaydası budur. Bir dənə diqqət etmək lazımdır ki, frazeoloji birləşmələr dedik. Məcazi mənadadır və ilkin mənasından uzaqlaşmışdır. Məsələn, can üstə olmaq, ağzına yiyəli etmək, dilini bilmək və s.
Amma adam olmaq, kömək etmək, yaza bilmək bunlar mürəkkəb feillərdir. Yəni ilkin mənasını qoruyub saxlamış mürəkkəb feillərdir.